bugün sizlərlə xidmət alışı edəcəyik. Gəlin başlayaq. Xidmət alışı etmək üçün ilk öncə alış hissəsinə daxil oluruq və alış hissəsinə daxil olduqdan sonra biz mütləq şəkildə digər biz mal alışı etdiyimiz kimi bunda da mütləq şəkildə nomenklatura yaratmalıyıq, kontrolgen yaratmalıyıq. Biz birinci dərsimizdə kontrolgen yarattığımıza görə bundan istifadə etməyəcəyik, amma nomenklatura yaratmaq lazımdır. Niyə? İndi gəlin baxaq görək nə üçün yaradırıq. Nomenklaturaya daxil oluruq və burada görürük ki, bizə belə bir papka açıldı və bu papkalarda biz bildiyimiz kimi əsas vəsait üçün nomenklatura yaratdıq və tavari üçün yaratdıq, yəni mal alış etmək üçün. Amma uslugi üçün, yəni xidmət üçün yaratmadıq. Əgər biz xidmət alışı etməliksə, mütləq şəkildə hər alış öz papkasında olmalıdır ki, sonda da birisi düzgün bizə hesab kodu versin. Ona görə də uslugi papkasına gəlirik, yəni xidmət. Onu 2 dəfə klikləyirik və belə bir yenidən papka açılır və görürük ki, bizim şirkətimiz yoxdur. Bunun üçün gəlin öz şirkətimizi yaradaq. Papka hissəsinə toxunduqdan sonra yazırıq cash flow və öz şirkətimizi burada qeyd edirik və avtomatik olaraq düşdü. Sonra şirkətimizin papkasına daxil oluruq və yenidən əlavə etməyi sıxırıq və beləliklə nomenklatura papkası açılmış olur. Və həmin o papkaya biz nə üzrə əməliyyat aparacağıqsa onun adını yazmalıyıq. Məsəl üçün gəlin yazaq reklam, məsəl üçün xidməti və tam adı olaraq da gördüyümüz kimi özü avtomatik olaraq düşdü. Sonra istehsalçı, yəni bu reklamı kimdən alacaqsan, yəni bizim kontragenimiz. Yenə də qeyd edirəm, bizim kontragenimiz var deyə bu 3 düyməni sıxırıq, papkamıza daxil oluruq və digər kontrageninə və aynı reklam MMC-ni seçirik. Əgər yoxdursa, siz həmin elə bir bu papkaya daxil olaraq eyni üsulla əlavə etməyi sıxmaqla yeni kontragen yarada bilərsiniz. Bizdə var deyə bunu seçirik aynanı və seçən kimi avtomatik olaraq gördüyümüz kimi düşdü və artikel hissəsi gəlir. Artikel hissəsi odur ki, biz bir seyirdə rahat şəkildə kodlarını tapa bilək. Məsəl üçün yaza bilərik reklam, məsəl üçün nə vaxt alacağısa yazaq ayın 01-20-2025. Bu şəkildə kod verə bilərsiniz. Və ən əsas qayda odur. Biz bildiyimiz kimi mal alışında mütləq şəkildə ölçü vahidini seçməliydik. Yəni burada hər hansı daxil olurdu, ədəddir, kiloqramdır və s. kimi onu seçirdik. Amma xidmətdə bu ölçü vahidi olmadığına görə mütləq şəkildə bu xidmətin qarşısında olan boş hissəni klikləyib doldurmaq lazımdır ki, bu gördüyümüz kimi qırmızı xətt sönsün. Sönməsə bu yaddaşa verməyəcək. Ona görə də bunu klikləyirik və bununla da artıq biz yuxarı hissəni doldurmuş oluruq. Sonra düşürük aşağı hissəyə. Aşağı hissədə nədir? ƏDV-nin tarifi. Yəni biz bu məhsulu, bu xidməti ƏDV ilə alırıq, ƏDV-siz alırıq. Onu bilməmiz üçün daxil oluruq bu 3 nöqtəyə və görürük ki, burada bizdə hər hansı bir elə bir faiz dərəcəsi verir. Biz deyək ki, 18% alırıq və avtomatik olaraq düşdü 18%. Bura yazmaya ehtiyac yoxdur. Birisi özü avtomatik olaraq yazacaq onu. Sonra gəlir nomenklatura qrupu. Bunun üçün biz daxil oluruq yenidən bura 3 nöqtəyə və klikləyən kimi avtomatik belə bir səhifə açılır. Görürük ki, xidmətə aid heç bir şey yoxdur. Neyinirik onu? İstəsəz səliqəli olsun deyə öz papkanızı yaradın. Məsəl üçün cash flow yazaq ki, məsəl üçün şirkətimizin adı və şirkətimizi yaratdıqdan sonra daxil oluruq və ora əlavə etməyi klikləyərək məsəl üçün yazırıq ki, qrupu olaraq reklam xidməti və yaxud da xidmət agenti və s. kimi istəsiz adında yaza bilərsiniz və avtomatik olaraq düşəndən sonra OK sıxdıq və yenidən 2 dəfə klikləməklə düşür ki, nomenklatura nədir? Bu reklam xidməti imiş. Aşağı hissəni doldurmağa, yəni bu idxal malları üzrə məlumatları doldurmağa ehtiyac yoxdur. Əgər məsəl üçün Google Ads-dən və yaxud da beynəlxalq şirkətlərin reklam xidmətindən istifadə edirsinizsə, burada onu seçməlisiniz. Yəni bu 3 nöqtəyə daxil olub, burada əgər varsa onu məsəl üçün cash flow-a daxil olub, kontragenizdən
yaratmalısınız. Onu seçməlisiniz ki, ixracçılıq məsəl üçün Google-dur və yaxud da hər hansı bir şirkətdir. Onu seçirsiniz. İndi bizdə Azərbaycandadır. Təsəvvür eləyək ki, Azərbaycandadır. Hələ ki Azərbaycan ərazisində biz əməliyyat aparırıq. Ona görə bu hissəni doldurmuruq. Gələcəkdə onu da izah edəcəm. Sonra gəlir əsas məsələ xərclər maddəsi. Xərclər maddəsi mütləq şəkildə 3 nöqtəyə daxil olub. Buradan seçmək lazımdır ki, nə xərclərinə daxildir ki, bu gələcəkdə bizi xərclər kimi tanısın. Yəni, bu da nə xərci kimi biz bunu götürə bilərik. Məsələn, ofis xərcidir, istehsal məsrəfidir, nə xərcidir. Olsun. Əlavə edin bura ki, məsəl üçün, reklam xərci. Reklam xərcini yazırıq və burada gəlirik. Xərcin növünü mütləq seçmək lazımdır. Və burada biz görürük ki, reklam xərci varmı? Var. Reklam xərcləri normallaşdırılan. Onu klikləyirik və OK-ya sıxırıq və artıq reklam xərci düşdü. OK-ya sıxmaqla artıq tam şəkildə xərcimizi maddəsini yazdıq ki, bizim rasxodumuz, yəni xərcimiz nəyədir? Nə üzrə çıxıb. Sonra gəlir bu şərh hissəsinə. Şərh hissəsinə istəyirsiniz burada reklam xidmətini klikləyin, kopya eləyin, bura paste eləyin və yaxud da bura misal üçün adını da yaza bilərsiniz ki, aynadan almısınız, MMC-dən və s. kimi və artıq heç bir şey doldurmağa ehtiyac yoxdur. Biz misal üçün bunu yazmağa da klikləyə bilərsiniz və burada görürsünüz qiymət çıxır. Əgər standart qiymət varsa, misal üçün ola bilər ki, ayna ilə siz standart olaraq qiymət vermişsiniz ki, məsəl üçün 1 il müqaviləniz var, 1 il müddətində fərqi yoxdur, qiymət necə təsir eləyirsin. Siz 500 manatlıq xidmət alacaqsınız. Onu misal üçün siz burada avtomatlaşdıra bilərsiniz, qiyməti cədvəlini formalaşdırıb yaza bilərsiniz. Yox, əgər ehtiyac yoxdursa, misal üçün dəyişəndirsə, elə bir müqavilə yoxdursa, müqavilənin şərtində yazmağa ehtiyac yoxdur. Gələcəkdə alanda özünüz əllə qeyd edərsiniz. Sonra gəlir spesifikasiya hissəsidir ki, buradakı qeyd etdiyimiz kimi bu xidmətə yox, daha çox istehsala aid olandır. Yəni, bir hissəsidir ki, biz nələrdən istifadə etmişik. Sonra gəlir uçot hesabı. Uçot hesabında dedik ki, avtomatik olaraq özü verəcək deyə buna da qeyd etməyə ehtiyac yoxdur. Ona görə də artıq heç bir dəyişikliyə ehtiyac yoxdur deyə OK sıxırıq və artıq bizim reklam xidmətimiz düşdü bura və bu reklam xidmətindən də istifadə etməklə biz alışını edəcəyik. Və istəsək bura su üçün də əlavə edə bilərik. Məsəl üçün, Azərsu'nu da qeyd edə bilərik. Yaza bilərik Azərsu və tam adı da özü avtomatik düşəcək. İstehsalçı da buradan gəlin Azərsuyumuzu seçək. Digər kontragenlərə gelib Azərsuyu seçirik. Nomenklaturada Azərsu yazaq. 01-20 elə bunu da ayın 20-sində alaq ki, hər ikisi eyni anda almışıq. Yenidən burada xərclər maddəsini burada daxil olaq və görək burada hər hansı xərcimiz varmı? Yoxdursa özümüz əlavə edək bura. Yazaq məsəl üçün xərclər adına xərclər və burada mütləq şəkildə xərclər növünü seçməliyik. Görək bizdə belə bir xərcimiz varmı? Gəlin baxaq. Görürük ki, belə bir xərcimiz yoxdur. Faizin ödənilməsi və s. Burada belə xərc yoxdursa, əgər növü, o zaman biz digər xərclərini seçməliyik. Bir də çək elədik, gördük yoxdursa, o zaman başqa xərcləri seçək və OK-ya sıxırıq. Və bununla da kommunal xərclərimiz düşdü və avtomatik olaraq bura düşür. İndi burada hərf səhv oldu, siz diqqət edərsiniz. Və yazaq, məsəl üçün, Azərsu ilə xidmət alışı və şərhimizi də yazdıq. Bu ƏDV-ni də yazmaq lazımdır. Təsəvvür edək ki, Azərsu bizə 18% satır və ƏDV-mizi də yazdıq. Qalan heç bir şey, ixracçılıq misal üçün, əgər dediyimiz kimi Azərsu Azərbaycandadır deyə bunu seçməyə ehtiyac yoxdur. Qalan nomenklatura qrupu, nomenklatura qrupuna məsəl üçün Cashflow-ya daxil olaq. Gördük burada reklam xidməti var. Gəlin bura bir dənə də yazaq kommunal xidmətlər. Çünki bunu hamısını istifadə edəcəyik və OK-ya sıxırıq və avtomatik olaraq düşdü.
nomenklatura qrupumuzda və əlavə heç bir şey dəyişikliyə ehtiyac yoxdur, yazmağa ehtiyac yoxdur. Yəni bura xidməti də qoymuşuq, qiyməti də ehtiyac yoxdur, spesifikasiyada, uçot hesabı da. Gördüyümüz kimi avtomatik olaraq özü verdi uçot hesabını 721-ə atdı. Və OK sıxırıq biz və OK sıxmaqla da artıq avtomatik olaraq bizim iki dənə nomenklatura yaratdıq. Azərsu reklam xidməti. Azərişığa yaratmayacağım ki, vaxtımız getməsin, eyni üsullandır. Və artıq nomenklaturamız da hazırdır bizim, kontragenimiz də hazırdır. Deməli, rahat şəkildə biz xidmət alışı edə bilərik.